bu günləri çıxıb da Zülfiyə xanıma deməkdir ki, bu mahnı Zülfiyə xanım mən dünən araşdırdım, Nicat dostumuza zəng vurdum. 2 il bundan qabaq Messamda bu mahnı Zülfiyə xanımın adına qeyd olunub. Çünki 2004-cü ildə Ailə televiziyasında Zülfiyə xanım bu mahnını oxuyub, prosta başqa sözlər. O eyni laddır, eyni musiqidir. Özdə bu boyda sazı türkünə. Bu xanıma irad bildirənlər bu xanımdan bu sənəti, bu saz sənətini daha mı yaxşı bilirlər? Bu günləri maşallah o qədər biləndarlar çıxıb televiziyada ki, hamısı biləndardır, musiqişünasdır, folklorşünasdırlar, hamısı. Ay qurbanım, Acun Ilıcalı illərlə Sarı Gəlinimizi oxutdu, anonim yazdı. Çıxardınız birimiz deyərdiniz ki, Sarı Gəlin bizim mahnımızdır. Buna görə biz ölkə başçımızın yanında olan onun silahdaşı, ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevə təşəkkür eləməliyik ki, UNESCO-ya sübut elədi ki, Sarı Gəlin türk dilli millətlərin mahnısı yox, sırf Azərbaycanın xalq mahnısıdır. Tarvıza, kamançavıza, qavalımıza sahib çıxdı. Və bugün biz rahatçılıqla deyə bilirik ki, Sarı Gəlin məhz Azərbaycan xalq mahnısıdır. Buna görə Mehriban xanıma 1000 dəfə təşəkkür eləmək lazımdır. Musiqimiz uğrunda bugün gördüyü işlər bu boyda siyasətin içində. Bir dənə Acuna söz deyə bilmədicə, 10 dənə müğənni getdi son qabağında oxudunuz. Birimiz irad eləmədiniz o verilişdə ki, Acun bəy, bu Sarı Gəlin Azərbaycan həmişə anonim yazırdılar. Tahir Əkbərin adını yazmırdılar, anonim yazırdılar. Tofiq Quliyevi anonim yazırdılar. Kabahatin var, anonim yazırdılar. Onda niyə çıxıb efirlərdə barbar demirsiniz ki, biz qurumlara demək istəyirik ki, belə indi. Zülfiyənin bugün belə cılız qalmaqallara ehtiyacı yoxdur. Bu xanım qalmaqalı deyil bu xanım. Mən bu xanımla bir yerdə oturub belə bir tikə çörək kəsməmişəm. Amma adam abrına qısılanda nə oldu? Öz sənətkarlarınıza söz deyə bilmirsiniz. Yaşda da böyük, stajda da böyük, əziyyəti də böyük. Hamı çıxır irad bildirən olublar. Tarix bəy, olar mən bir söz Buyurun. Bax, mən həmişə deyirəm ki, sənətkarlıq odur ki, yaradıcılıq odur ki, bax, sənətkara bir taxta parçasını verirsən ki, ala bundan bir sənət əsəri düzəlt də. Onu yonur, deyək ki, ondan saz mı düzəldir, tar mı düzəldir. Bunun adına nə deyirik? Biz sənətkar deyirik. Onda biz deməliyik ki, bu taxta elə öz-özünə gəldi belə çıxsın. Motorist da var, sənətkardır da, motoru düzəldir. Çünki hər peşənin öz sənətkarı var. Sənət adamı da elə bir şeydir. Mən dünənləri canlı yayıma bağlamışlar, mən onda da dedim. Dedim, bu sənət aləmi elə bir şeydir ki, sanki bir xalıdır. Hər aşıq olsun, xanəndə olsun, hər zamanında gələndə, hər zamanında ora bir naxış atır. Bu da deyirlər ki, məsələn, bu filan kəsin ilməsidir. Musiqidir də bu bir nəfərin beyninin məhsuludur. Dünən mən canlı yayıma qoşulanda onda da dedim ki, hətta zümzümə elədim filan mahnı hansı bəstəkarında filan, yəni mahnıdan mahnı doğa bilir. Hətta zəng eləyən Mədəniyyət Nazirliyindən zəng eləyən xanım olubdu. O da deyib ki, bəli, mahnıdan bəhrələnmək olar. Bu, əlbəttə, bu taxtadan tarda düzəlir. Mədəniyyət Nazirliyinin musiqimizdə olan ifalara nə adıdır? Afət Fərman qızı oxudu, məndə sığar iki cahan, o boyda Rasim Balayevin canlandırdığım filmdən heç Mədəniyyət Nazirliyi musiqini kim qadaq eləyə bilər kiməsə oxumağı? Bu nədir? Notariusa gedib 3 manat pul vermiş. Notarius, əqli mülkiyyət agentliyi deyil. Əqli mülkiyyət bilirsiniz nədir? Əqli mülkiyyət odur ki, mahnını nota alırsan, notdan sonra o müəlliflər hüququna gedir və əqli mülkiyyət kimi, əsər kimi, orada əsər yazılır. Mahnı keçirilir.